Hər vaxtınız xeyir olsun Unikalın əziz oxucuları. Bugün sizə qəzetimizdə dərc olunan xəbərlərin qısa xülasəsini təqdim edəcəyəm. Xəbərlərdə əsasən ölkədə və dünyada baş verən ən aktual hadisələr yer alıb. İlk olaraq qəzetimizin manşet xəbərlərindən başlayaq. Sülhdən daha yaxşı heç nə yoxdur. Bakı beynəlxalq tədbirə ev sahibliyi edir. Paşinyan Qarabağla iddianı yeni konstitusiyadan çıxardır. İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dollar heç vaxt manata qarşı ucuzlaşmayacaq. Məleykə Abbaszadəyə istefa çağırışları. Kimsə gəlib regionda bizə dərs verməsin. Hikmət Hacıyev. İlk olaraq ilk manşet xəbərimizdən başlayaq. Sülhdən daha yaxşı heç nə yoxdur. Bakı beynəlxalq tədbirə ev sahibliyi etdi. Martın 12-sində Bakıda Gülüstan Sarayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması mövzusunda 13-cü Qlobal Bakı forumu işə başlayıb. Unikal xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edib. Cənab Prezident forumda çıxışı zamanı bildirib ki, bu ilki forumun gündəliyi çox genişdir. Forum bir sıra məsələləri əhatə edir. Biz çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin. Unikal xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən qlobal forumda deyib. O bildirib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər. Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Biz hərbi və siyasi yollarla münaqişəni həll etdik. Bugün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir. Azərbaycan davamlı olaraq çoxtərəfliliyini dəstəkləyir. Lakin bu məsələlərdə çox fərqli bir yanaşma görünür. Sülh və təhlükəsizlik məsələlərinə dair böyük bir böhran var. Bu, birbaşa BMT-nin Təhlükəsizlik Şurası ilə bağlıdır. Şuranın qlobal təhlükəsizlik məsələsində zəifliyi də var, deyə o vurğulayıb. Digər manşet xəbərlərimizin sırasında yer alan xəbəri də diqqətinizə çatdıraq. Deməli, Baş nazir hərbi qeydiyyatla bağlı qərar imzalayıb. Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib. Qəzetimizin 4-cü səhifəsində iqtisadiyyat bölməsində yer alan xəbəri diqqətinizə çatdırım. Dollar heç vaxt manata qarşı ucuzlaşmayacaq. Bunu Unikala açıqlamasını iqtisadçı ekspert Xalid Kərimli deyib. O, dünya bazarında neft qiymətlərinin kəskin bahalaşmasının, hansının müsbət və mənfi tərəflərinin olmasından, hansı həddə qədər bahalaşacağından, dolların ucuzlaşma ehtimalından və xaricdən idxal edilən məhsulların qiymətinin necə olacağından danışıb. Ətraflı qəzetimizin 4-cü səhifəsində. Vüqar Qurbanovun kadrları səksəkə içində. Vüqar Qurbanov Tibb Ərazi Bölmələri İdarəetmə Birliyinin icraçı direktoru vəzifəsindən azad edilməsindən sonra bu qurumda geniş miqyaslı kadr islahatlarına start veriləcəyi gözlənilir. Belə ki, təbibin bəzi yüksək vəzifəli şəxsləri öz postları ilə vidalaşmalı olacaqlar. Bu barədə Unikala etibarlı mənbələrdən məlumat daxil olub. Ətraflı qəzetimizin 5-ci səhifəsində. İnfluencer və blogerlərlə bağlı yeni tənzimlələr tətbiq olunub. Azərbaycanda influencer və blogerlərin istifadə etdiyi məhsulları reklam etməsi qadağan edilib. Unikal xəbər verir ki, bunu prezident yanında Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Bazarına Nəzarət Şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib. Digər səhifədə isə məşhur sığorta şirkətlərindən şikayətlər pik həddə başlıqlı yazı yer alıb. Qeyd edək ki, bu il buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Daha sonra Məleykə Abbaszadəyə istefa çağırışları. Son günlər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə bağlı narazılıqlar artmaqdadır. Bir qrup şagird və abituriyent keçirilən imtahanların çətin olduğunu iddia edərək onun istefasını tələb edən paylaşımları edir. Abituriyentlər xüsusilə martın 9-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında təqdim olunan bəzi sualların həddindən artıq mürəkkəb olduğunu bildirirlər. Onların sözlərinə görə sualların bir hissəsi proqramdan kənar olub,
olub və bu da imtahan iştirakçıları arasında ciddi narazılığa səbəb olub. İsrail və İran arasında davam edən qarşıdurma 2026-cı ilin ən təhlükəli geosiyasi böhranlarından birinə çevrilib. Hərbi zərbələr, raket hücumları və iqtisadi sarsıntılar artıq yaxın şərqdə yayılmaqdadır. Nəticədə kimin qalib gələ biləcəyi və kimin müharibəni nə qədər davam edə biləcəyi ilə bağlı suallar artır. Digər manşet xəbəri diqqətinizə çatdırım. Yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad edilməməlidir. Unikal xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, müstəqillik bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz bu məntiqə əməl edib müstəqil dövlət qura bilmərik. Qeyd edək ki, müstəqillik bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb. Azərbaycan da məhz bunun dəyişdirilməsini tələb edir. Artıq Novruza sayılı günlər qalıb. İşğaldan azad edilmiş torpaqlarda isə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə kənddən şəhərə Novruz yarmarkası təşkil olunacaq. Qəzetimizin 14-cü səhifəsinə nəzər yetirək. Burada əsasən dünyada baş verən ən aktual xəbərlər dərc olunub. Qeyd edək ki, bir neçə gün əvvəl İranın yeni seçilmiş ali lideri Müctəba Xameyninin ölməsi və ya ağır yaralanması ilə bağlı Kiyevlərdən məlumat dərc olunmuşdu. Ötən gün İran Xarici İşlər Nazirliyi həmin xəbərləri təkzib edərək bildirib ki, Müctəba Xameyni sağdır, lakin o ABŞ və İsrailin hücumları nəticəsində yaralanıb. Növbəti xəbəri diqqətinizə çatdıraq. Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərib. Ümumilikdə humanitar yardım 13 tondan ibarətdir. Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçib. Belə ki, ABŞ prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatlar fonunda ölkədə kəskin şəkildə artan benzin qiymətlərini azaltmaq üçün ABŞ-nin strateji neft ehtiyatından qismən istifadə etməyi təklif edib. Yaxın Şərqdə müharibə davam edərkən bəzi liderlər diqqətdən kənarda qalıb. Lakin buna baxmayaraq onlar yenidən diqqət mərkəzinə gəlmək üçün bəzi açıqlamalar və çıxışlar edirlər. Onların içərisində Volodymyr Zelenski və Kim Chen In'a diqqət yetirək. Belə ki, Ukrayna prezidenti Volodymyr Zelenski Politika jurnalına müsahibə verib. O müsahibəsində bildirib ki, 2014-cü ildə Krımın Rusiya ilhaq edilməsini dəstəkləyən şəxsləri insan hesab etmir. Onun bu açıqlamaları diqqət çəkib. Şimali Koreya lideri Kim Chen In sursat fabrikinə baş çəkib. Unikal xarici TV istinadən xəbər verir ki, Kim Chen In fabrikdə kütləvi istehsala başlayaraq yeni nəsil tapancanı sınaqdan keçirib. İdman bölməmizə də diqqət yetirək. Belə ki, qəzetimizin 15-ci səhifəsində yer alan xəbərləri ümumi olaraq nəzərinizə çatdırım. Azərbaycana Avropa açıq turnirində 19 cüdosu təmsil edəcək. Boksçularımız Dünya Kuboku statuslu turnirdə 4 medal qazanıb. Son olaraq mədəniyyət xəbərləri diqqətinizə çatdırım. Avroviziya 2011 qalibi Nigar Camal müsabiqədə bu il ölkəmizi təmsil edəcək Jiva və Jasko mahnısından danışıb. Müğənni incəsəhər verilişində mahnının Avroviziya kimi beynəlxalq müsabiqəyə uyğun olmadığını bildirib. Elariz Məmmədoğlu Türkiyədə. Uzun müddətdir Amerikaya köçən müğənni Elariz Məmmədoğlu Türkiyəyə gedib. O, martın 8-də Türkiyədə konsert verib. Toyda hər janrı oxuyur, belə müğənni harada var? Bu sözlərin müəllifi əməkdar artist Ədalət Şükürovdur. Ədalət Şükürov bu barədə həmin zar verilişində müğənnilərin müxtəlif janrlarda mahnı ifa etməsi ilə bağlı fikirlərini bölüşüb. Sənətçi bir neçə ifaçının eyni anda müxtəlif janrlarda mahnı oxumasını düzgün hesab etmədiyini bildirib. Qəzetimizdə dərc olunan bəzi xəbərlərin qısa xülasəsini diqqətinizə çatdırdıq. Diqqətinizə görə təşəkkür edirik.